Salam. Bugün sizin üçün maraqlı bir mənbəni Nağıl Sarayı bloqunda yayımlanan hamiləlik əlamətləri yazısını gəlin birlikdə biraz dərindən təhlil edək. Məqsədimiz odur ki, bədənin bu yeni, həyəcanlı mərhələnin başlanğıcında verdiyi o ilk siqnalları, bəzən çox incə olur axı, onları anlayaq, görək bədən bizə nə deyir? Həqiqətən də çox aktual, maraqlı mövzudur. Amma gərək ən başından onu deyək ki, yazı da bunu vurğulayır, hər kəsin təcrübəsi fərqlidir də. Yəni, elə əlamətlər var ki, bəziləri çox tez, dərhal hiss edir, kimisi üçün isə bir neçə həftə keçir. Belə konkret, vahid bir başlanğıc anı yoxdur əslində. Bəli, anladım. Amma yəqin ki, ən çox diqqət çəkən, belə deyək, ilk şübhə yaradan siqnal menstruasiyanın gecikməsidir. Elə yazıda da deyəsən bu əsas göstərici kimi qeyd olunur. Əgər normalda sikl, yəni dəqiqdirsə və birdən səbəbsiz gecikmə varsa, bu artıq diqqət çəkir. Tamamilə doğrudur. O ilk şübhə olandan sonra elə bil ki, bədən başqa siqnalları da yavaş-yavaş göstərməyə başlayır. Məsələn, hormonal dəyişikliklərin təsiri ilə olur, sinə həssaslığı. Bu, bəzən heç gecikmə olmadan da ondan əvvəl də hiss edilə bilir. Sinələrdə dolğunluq, ağrı, hətta damarlar daha aydın görünə bilər. Bədən yeni vəziyyətə hazırlaşır da, yəni. Aha, hormonlardan danışmışkən, o zaman o məşhur səhər xəstəliyi də var. Yəni, ürək bulanma və bəzən qusma. Yazıda deyilir ki, adətən 6-cı həftə kimi başlayır, amma bəziləri daha erkən də yaşaya bilər bunu. Və heç də həmişə səhər olmur, elə deyilmi? Elədir, elədir. Adı elə qalıb sadəcə. Günün istənilən vaxtı ola bilər və bəzən heç qusma olmur, sadəcə yüngül bir ürək bulanma hissi olur. Ümumiyyətlə, bu hormonal fırtma təkcə ürək bulanma, sinə həssaslığı yaratmır axı. Həm də birdən-birə qəribə qida istəkləri yarada bilər ya da əksinə iyrənmələr. Məsələn, dünənə qədər çox sevdiyin bir yeməyin qoxusu indi dözülməz gəlir. Və ya heç ağlına gəlməyən bir şey yemək istəyirsən, bədənin ehtiyacları, reaksiyaları dəyişir də. Bu da maraqlıdır. Bir də yazıda qeyd olunan başqa bir əlamət var. Hətta çox erkən mərhələdə tez-tez sidiyə getmək ehtiyacı. Yazı deyir ki, bu, böyüyən uşaqlığın sidik kisəsinə təzyiqi ilə bağlıdır. Elə bil bədən artıq içərdəki dəyişikliyə yer açır. Həmçinin çox vaxt diqqətdən kənarda qalan, amma əslində çox tez başlayan bir əlamət də yorğunluqdur. Özünü, necə deyim, qeyri-adi dərəcədə əzgin hiss etmək, adi işləri görəndən sonra belə, bu bədənin nə qədər böyük bir işə başladığını, enerji sərf etdiyini göstərir. Hətta yüngül baş gicəllənmə də ola bilər. Yazıda bir məqam da var, sözün düzü çox maraqlı gəldi mənə, intuisiya. Bəzi qadınlar deyir ki, heç bir konkret əlamət yox idi, sadəcə hiss etdim. Yəni, daxili bir səslə. Həmçinin o qoxulara qarşı həssaslığın artması, ani əhval dəyişiklikləri kimi daha incə, belə deyək, siqnallarda qeyd olunur. Bunlar hətta menstruasiya gecikməsindən də əvvəl baş verə bilirmiş. Sanki bədənin pıçıltılarıdır. Bu doğrudan da göstərir ki, bədənimizlə olan əlaqəmiz nə qədər dərin ola bilər. Ancaq burada bir vacib məqamı da vurğulamaq lazımdır. Yazıda xəbərdarlıq edir bu barədə. Bu əlamətlərin bir neçəsinin, hətta hamısının olması 100% hamiləlik demək deyil. Yəni, başqa səbəblər də ola bilər. Stres, hormonal pozğunluqlar, başqa sağlamlıq məsələləri, bunlar da oxşar simptomlar verə bilər. Elədir, tamamilə razıyam. Məhz buna görə də, əgər şübhələr varsa, xüsusilə də menstruasiya gecikibsə, ən doğru addım əlbəttə hamiləlik testi etməkdir. Yazıda da deyilir ki, test ən dəqiq nəticəni adətən gecikmədən bir həftə falan sonra verir. Və təbii ki, nəticə müsbət olarsa və ya narahatlıq varsa, qeyri-adi qanaxma, güclü ağrı kimi mütləq həkimə getmək lazımdır, şərtdir. Bəli, erkən diaqnoz, həkim nəzarəti hər zaman çox önəmlidir. Bu əlamətləri bilmək isə sadəcə kömək edir ki, bədənimizi daha yaxşı dinləyək, potensial dəyişikliklərə daha diqqətli olaq. İstər planlı olsun, istərsə də gözlənilməz. Beləliklə, görürük ki, bədən hamiləliyin ilk günlərindən başlayaraq bizə çox müxtəlif yollarla siqnallar göndərir. Bu siqnalları tanımaq, anlamaq, bu yeni və həyəcanlı dövrə daha hazırlıqlı başlamağa kömək edə bilər. Əsas məsələ, özünüzü müşahidə etmək və şübhəli bir şeyi hiss etdikdə çəkinmədən peşəkar yardıma müraciət etməkdir.
Və sonda gəlin bu müzakirədən doğan bir fikri də sizinlə bölüşək, üzərində düşünməyə dəyər. Yazıda toxunulan o daxili hiss, intuisiya, görəsən hamiləliyin bu ən erkən mərhələsində bədənə qarşı yaranan bu xüsusi həssaslıq, o bilmə hissi, gələcəkdə formalaşan o dərin ana instinktlərinin ilk rüşeymləri, ilk toxumları ola bilərmi? Bədən və şuur arasındakı bu bağlılıq həqiqətən də çox heyrətamizdir.